Adətən ağır texnika və kənd təsərrüfatı deyəndə ilk ağla gələn kişilər olur, amma bu dəfə Cənub bölgəsində stereotiplər dəyişir. Gənc tələbə qızlar sübut edir ki, tonlarla ağırlığı olan traktorun sükanını idarə etmək yalnız kişilərə xas deyil. Müəyyən ixtisaslara yanaşı traktorist qruplarımız da var. Tələbələrimiz bu ixtisasda təhsil alan müdavimlərə görə həvəslənmişlər və fərqli qruplardan olan qız tələbələrimiz, xüsusən də həmən qızlar yaşadığı ərazilərdə, kənd təsərrüfatı rayonlarında, kəndlərində buna böyük tələbat olduğunu, ehtiyacını bildirmişlər. Biz də onlara sərbəst asudə vaxtlarında bu təlimlərin verilməsinə dəstəyimizi əsirgəmirik. Tələbə qızlar deyirlər ki, gələcəkdə əsas ixtisasları ilə yanaşı kənd təsərrüfatı texnikasını da peşəkar səviyyədə idarə etmək niyyətindədirlər. Əslində onların bu istəyi bölgədə yaşayan digər gənc qızlar üçün də güclü bir mesajdır. İstək varsa heç bir peşə əl çatmaz deyil.